Hər kəsə salam dostlar, mənim adım Ruhin və bu gün sizə necə texture pack, resource pack, mod necə əlavə olunur, necə əlavə eləmək olar Minecraft Bedrock-a, onu göstərəcəm. Əvvəlcə onu deyim ki, əgər dünyanın özünə əlavə eləmək istəyirsinizsə, dünyanın özünə girik, özündən əlavə eləyirik modu, texture pack-i. Yox, əgər opsi ekranı da bu gördüyünüz bu ekranda da görsənməyini istəyirsinizsə həmin texture pack-i, sadəcə texture pack üçün keçərlidir bu. Girik, ayarlardan, qlobal qaynaqlardan əlavə olunur o. Qlobal qaynaqlara girik, texture pack üçün aiddir bu, yeni də deyirəm. Resource pack, texture pack. Etkinləşdiririk və əlavə olunur ana ekrana. Ana ekranda həmin texture pack məsəl üçün görsənir. Yox, əgər bunu dünya əlavə eləmək istəyiriksə, bu başqa cür işləyir. İndi sizə onu da göstərəcəm. Bunun texture pack-i çıxardım, bunu göstərmək üçün girdim. Texture pack-i də çıxardaq. İndi sizə dünya üçün olanı göstərəcəm. Dünya üçün olan isə tam başqa cür işləyir. O da yeni qaydadadır əslində. Amma bu məsələn mod üçün daha fərqlidir. Yeni dünya oluşdur. Qaynaq paketləri məsələn kullanıla bilir. Alındı. Kullanıla bilir. Məsələn texture packlərdir, modlardır, hamısı burada görsənir. Məsələn tile sui etkinləşdiririk, avtomatik məsəl üçün etkinləşdiriləcək və yaxud da ki, radio marqometr moddur. Bunu etkinləşdiririk. Sonra davranış paketlərdə də avtomatik gələcək. Məsələn, ayarlarınızda da hər şey gəlir buradan. Çözünürlüyü, məsələn, dark night, məsələn, çözünürlüyü zatlar, modun öz özəllikləri də bunlar gəlib, ayarlar hissəsi. Əgər siz qaynaq paketlərdən məsələn, bir modu, bu modu məsələn etkinləşdirdiniz, əgər davranış paketlərdə o avtomatik etkinləşmirsə, mod. Onun üçün kullanıla bilir modlar hissəsinə giririk. Oradan həmin modun öz adını, öz şəkli olan mod variantını tapırıq və etkinləşdiririk. Yəni, əgər etkinləşdirilmiş olmasa. Və əgər mod əlavə eləsək, girib buradan, baxın, oyunun şəklini dəyişirik. Vəbşi fərqi yoxdur. Əslində, hamısını da açmaq olar. Yəni, hamısı siz bir-bir açın, yəni. Amma əsas burada lazım olan bizə beta appıdır. Bir də neçə oluşturucu kamera özəllikləri. Bu ikisi əsas vacibdir ki, məsələn, modları istifadə edəndə bunlar lazım olur. Oluşturaq. Məsələn, dünya oluşsun indi. Əslində, bu mod köhnədir. Mən sizə sadəcə göstərmək üçün edirdim ki, görəsiniz ki, belə olur. Belə quraşdırılır. İndi açılsın, görək mod quraşdırılır. Böyük ehtimal quraşdırılmayacaq. Prosto yeni deyirəm, göstərmək üçün girdim. Mod quraşdırılmadı. Bu köhnə moddur məndə. Bu məndə köhnə moddur deyənə işləməyəcək. Bax, HUD layer adısı, nə bilim, nə boş şeylər yazılır. Görsənmir, heç biri gəlmir. İşləmir. Bunun kreatifini necə keçək? Bu mod işləmir məndə. Prosto göstərmək üçün girdim. Oyun yaratıcı. Keçici yaratıcı. Basaq. Açaq. Modlar bax. Mod əslində gəlib burada. Prosto yeni dedim. Məndə köhnə moddur. Ona görə bunlar görsənmir. Burada əslində silahlar, zatlar, hər şey var. Neyse dostlar. Yeniden video bəyənin. Kanala abunə olun. Ki daha belə çox, daha maraqlı mod videolar gəlsin. İzləmədə qalın. Telegram səhifəmiz də aşağıdadır. Discord kanalımıza da abunə ola bilərsiniz. Yəni canlı yayında hər gün açırıq. Demək olar hər gün canlı yayın açıram. Çox sağ olun. Yaxşı izləmələr.